Salam dostlar, mən Tokalife Friki. Bugün sizinlə birlikdə Toka Bakanın verdiyi ücretsiz evdən necə maraqlı bir ev eləmək olar onu göstərəcəyəm. Evin içində ev. Bundu. Hə, bəli, yəni bu evdə necə qəşəng bir ev eləmək olar onu göstərəcəyəm. Və bəli, gördüyünüz kimi Toka Bakan artıq bu qədər ücretsiz şeylər veribdir. Əminəm ki, bunu da bilirsinizdir. Və bəli, gəlin evi eləməklə başlayaq. Və bəli dostlar, gördüğünüz gibi birinci mərtəbə bu boyda çox böyükdür. İndi ilk öncə hardan başlasaq? Təbii ki də divarlar eləməli, daha doğrusu yeri. Mən daha çox belə eləyirəm ki, çox qəşəng görünür məncə də. Yəni bura elə qalsın. Burada bunu eləyəcək deyirəm ki. Nəysə, indi divar. Divar olaraq mən həmişə birinci mərtəbə belə eləyirəm ki, çox qəşəng görünür. Məncə təmiz görünür. İndi ilk öncəliklə hardan başlayaq? Yəni buradan başlayaq. Mən necə eləyirəm? Belə bir dənə qoyaq. Bu nə fərqi var ki? Bunu bir dənə bura çəkək. Bax, bundan qoyaq ki, elə bir həyətin işığıymış kimi. Həyətin işığıymış kimi qoyaq, indi zibilə gedəcək. Həyətin işığıymış kimi qalsın. Bu hissəni necə mən edirəm? Mən bu hissədə baxın. Həmişə bundan qoyuram ki, elə bir ki, qurtqaları bura asaq. Yəni 4 nəfər, 5 nəfər gəlsin, qurtqaları bura asaq. Burada çantaları falan qoyaq da, yəni harasa gedəndə çanta qoymaq üçün. Burada telefonlar kimi bir yer eləyirəm. Balkon nədir? Liftin də qabağına belə bir şey qoyuram. Heç yaxşı görünmədi amma. Heç yaxşı görünmədi. Belə qoyaq. İndi buradan başlayaq. Mən daha çox bunları işlədirəm. Dayanın, hər şey yığılsın ki. Bəli dostlar, mən belə qoyuram. Və bəli, bunlardan qoyaq. Durun, bunu elə pis yerə qoymuşam ki. Televizor, saat məncə buraya qoyaq. İçəriyə mən bir şey qoya bilərəm. Saatı məncə bura qoyaq. Burada bitki qoya bilərik, baxın. Məsələn, belə bir bitki qoymaq olar. Əgər heyvan saxlayacaqsınızsa, mən ikinci mərtəbəyə it otağı falan da eləyirəm. İkinci mərtəbənin bu birisi tərəflərində falan. İndi gəlin mətbəx eləyək. Mətbəx hissəsi. Təbii ki də bundan qoyacaq. Yəni mən belə tərəf qoyuram. Belə bir xoladenlik soyuducu. Baxın, bundan da mən çox qoyuram buralara ki, daha doğrusu bundan. Məsələn, tava falan qoymaq üçün. Hansıda da olsun. İşte şeydir yoxsa. Hə, bu da olsundur. Baxın, məsəl üçün belə qoya bilərik. Ən üstdə də çox azar olur. Yəni, ən üstdə də, ən qısasını qoyanda məncə belə qəşəng görünür, yəni mənə görə. Ya da bunları silək. Dur, nə oldu? Bu burada qalsın. Bura bundan da qoya bilərəm. Mən belə də qoyuram bəzən. Yəni burada bir tava falan qoymaq olar. Bu boşluğa da daha çox bundan qoyuram. Bilirsiniz, baxın belə tabloları falan da qoya bilərik. İndi isə xalça da qoyaq gəlin. Heç bura qoymamışıq. Baxın, mən belə xalça qoymağı çox bəyənirəm. Belə göstərim. Bunu belə qoyum. Bu da altdan olsun bu. Baxın, belə çox qəşəng görünür, yəni məncə. Və bəli, indi isə buraya qoyaq. Buraya da bundan qoya bilərik. Bu tərəfdə elə boş koridor kimi görürsün. Yanlış qoyaq buraya. İndi mən daha çox belə pərdələr qoyuram bura. Yəni açılıb bağlansınlar deyə. Məsələn, baxın, belə olurlar da. Və bəli, bundan qoyaq gəlin. Bu çox qəşəng görünür də məncə. Bunları biraz aralıqdan qoyaq ki, bunu açıb bağlamaq olsun. Baxın, belə məsələn. İndi xaladenik pis göründü. Hə, baxın belə. İndi bura bir şey qoyacaq, masa falan. Mən baxın, daha çox bunu tövsiyə edirəm qoymağı. Bu çünki çox qəşəng görünür. Yəni amma bu da bir ev üçün pis görünmür deyə düşünürəm. Və daha çox belə qoyuram. Məsələn, burada balacalar otursun, bir tərəfdə böyüklər otursun.
Ona görə də belə qoyacağam. Burada bir xalça qoya bilərik əslində. Haradaydı xalça? Hə, burada. Bir xalça da olaraq yəni pis görünmür amma bu qalsın. İndi buraya da nə qoya bilərik? Nə qoya bilərik? Buradan bir masa. Belə yerə qoydum ki mən belə qoymağı çalışıram. Və bəli belə. Bunu da içinə qoya bilərik. Gəlin onu da göstərim sizə. Yəni daha doğrusu üstünə mən daha çox belə qoyuram. Mən də qəşəng görünür. Bunu da ataq belə ki. Bir də buraya hazırdan indi qoyum. Bunu qoyacağım. Elimə. Və bəli, hələ ki birinci mərtəbə belə gedir. Məncə çox qəşəng oldu bu arada. İndi isə gəlin. Bura niyə girdim? Həyat eləyək. Bunlardan təbii ki də qoyacağıq. Yenə də qoyarıq, bundan hissə olmaz. Yəni belə hərəsi bir yanda. Bir də bunlardan qoyaq ki. Yəni bu stullar ama çox qəşəngdir. Yəni bunlardan elə ev üçün də qoymaq olar da, dayanmayın. Və bəli, baxın mən onları attım, bunları qoydum ki, yəni mən də bunlar daha yaxşı görünürlər bu arada. Başqa necə deyir? Baxın, bunlar bu da üstünə basanda şey olur belə. Bunu da asmaq olar məsələn bir yerdən. Mən onu bura qoydum ki, ikinci mərtəbəyə asarıq. Bu arada istəsəniz əgər bunu da üçün bəzəmək olar, məsəl üçün dik falan qoya bilərsiniz. Və bəli, işıq qoyaq. Buraya işıq qoymadıq, buraya işıq qoymadıq. Burada belə işıq qoyaq da hər yerə eyni olacaq deyək. Durun, üstdən də belə balaca qoyaq, qəşəng görünsün. Hətta yanından da uzun balaca qoysaq, belə daha yaxşı görünür. Hər şey xalqın ki üstünə qaldı. Baxın, bundan da bura bir dənə qoyarsak, məncə pis görünmür. Baxın, hər iki yaxşı gedirik. Və bəli, birinci mərtəbə belə alındı. Və bəli, birinci mərtəbə belədir. Dostlar, sizcə yaxşıdırmı? Əgər bəyəndinizsə, yəni birinci mərtəbə durun, hətta şey də qoyaq da, yəni yadından çıxdı qoymaq. Çox özür istəyirəm. Bura bir dənə, bunu qoy bir də. Baxın, mən bundan da qoyuram. Yəni qəşəng görünür də. Bir də son olaraq bura o sudan qoyaq. Baxın bundan. Bu da heç sulamaq üçün lazımdır. Bundan da bilirsiniz. Və bəli dostlar, gördüyünüz kimi belə alındı birinci mərtəbə. İkinci mərtəbəni də gələn videoda eləyəcəyəm. Əgər videonu bəyəndinizsə, like atmağı və kanala abunə olmağı unutmayın. Və beləliklə də birinci mərtəbə bitdi. Sağ olun dostlar.